Günlük Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı Türkiyədə silsilə tədbirlərə start verilib. Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və ölkəmizin Türkiyədəki səfirliyi ilə birgə tədbir təşkil olunub. Tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan şanlı zəfərin bütün Türk dünyasının ortaq qürur mənbəyi olduğu vurğulanıb. Bir vatanın, bir toprağın vatan olabilmesi için ne olması gerekiyor? Uğrunda kan dökülmesi gerekiyor. Orada kardeşlerimiz o kanı döktüler, can verdiler. Onun için şu anda Karabağ tekrar yeniden Türk toprağı olması vesilesiyle şehitlerimizin ruhları şad olsun diyorum. Mekanları cennet olsun. Şimdi Karabağ tekrar elde edilmesiyle birlikte Azerbaycan ne oldu? Kafkaslar'da bir güç oldu. Onlar da minnettarız. Hiç gözlerini kırpmadan canlarını feda ettiler. Bu gazilik Türk milletinin şerefi ve gururudur. Bu bütün Türkiye ve Türk devletleri hepsi de aynıdır yani. Bizim inancımız böyledir. Türkleri olarak biz savaşçı milletiz. Ama bir taraftan merhametli milletiz yani. Biz kendi yaptığımız savaşı da öyleydi. Azerbaycan'da da öyle. Azerbaycanlılar bizim kardeşimiz. Hep beraber